Herkese salam. Necəsiz? Deməli, bugünü özümə aid eləmişəm. Qızlar, gəlmişəm xalamın yanına lazerə. Bilmirəm, nəzətər durmuşuq, hardan vurur, buradan vurur. Hə. Gəlmişəm lazerə. 3 aydır ki, gəlmirəm. 3-cü ayıma görə qollarımın tüylərini buradan nətər görürsünüz bilmirəm. Axırı çox az. 3 aya görə əladır məncə. Buradan çıxacağım, Hilaləni götürəcəm. Gedəcəm mini bir shopping eləməyə. Shopping, böyük shopping yox. Kəsdim videonu çünki deyirdim ki, nə alacağım, sonra dedim yox, ayıbdır. Biz böyüklər də izləyir. Nəysə, option verəcəm, bir-iki şey almağa, göstərəcəm o mağazanı sizlər üçün. Evdə geyinməyə, belə deyək də. Störtülü, hə, ondan. Gedəcəm onu almağa, sonra qızlar saçımın dibi dəhşət gəlib yenə. Buna baxın, bir listə baxıma gedəcəm bu yaxınlarda yenə. İstəyirəm gedim qəşəng kraska alım, kraskanı da sizlərlə göstərə alım, seçim, gedim saçıma kraska eləyim. Bugün optionda özümə vaxt ayırmışam deyə. Alisa da ev nənəsinin yanındadır. Nənəsi parkda lazır onu gəzdirir, sonra gətirəcək evə. Nəysə, biz indi başlayaq lazerə. Başlayaq Hilalə xanım. Ay Allah. Bunları çıxartdım. Ad gündən qalan şəkillərdir də. Allah haqqı. Deyirəm, bunları çıxart. Deyir, bunlar mənə xatirədir. Məni qımayanın. Bəli. Ay Allah. Nəysə arkadaşlar. Gəl. Bu arada özünə 17 Pro Max alıb. Ana. Xeyirli olsun, tez qırılsın. Zarafat edirəm. Tez qırılsın o şeylə deyirlər də həmişə. Xeyirli olsun, bərəkətli olsun. Allah bütün qızlara, arzusunda olan bütün qızlara qismət eləsin, hamısı alsınlar. Hilalə telefon həvəskarıdır, həddindən artıq. Çünki hər telefon həvəskarı, nəslimizdə bir dənə telefon həvəskarı varsa, o da sənsən, Hilalə. Bax, telefon xəstəsi, nömrə xəstəsi, paltar xəstəsi. Həqiqətən, yəni bu insan nəslimizdə yəni bir dənə varlı, kasıb amma varlı görürsən, yeganə insan budur. Yəni mən məsələn telefon xəstəsi deyiləm qızlar. O bir digər xalalarım da elə deyil. Niyə? Çünki mən məcburam 17 almağa. Çünki çəkilişinə görə YouTube çəkirəm. Mən gözsüzdür, mən görürüm. Kəş arxa güzgüdən göstərərdim. Hilə, sən məcburiyyətli olmasa da alardın da yəni sən. Mən yox, azəli telefon sevirəm. Az yaxşılar, hansı telefon çıxır qasıb yeb ondan alarsan ən birinci? Yox, 16-na prosa satdım deyə aldım. Yoxsa almayacaqdım, nəyinə? Az yaxşı, mən özü tanıdım. Hə, oxşum, 200 manatlıq, 300 manatlıq ayaqqabı geyinər, nə bilim. 80-70 manatlıq paltar geyinərəm, 500 manatlıq oxuya pul verər. Yəni kasıb amma varlı görsənən yeganə cins nəslimizdə Yox, yalan, yox. Əslində sevirəm də, yəni ki... Deyir ki, özümə dəyər verməyi sevirəm bahalı şeylərlə. Yəni, mən misal üçün bu açıqıya 10 manat pul vermişəm də, ömür boyu 10 manatlıq. Ömür boyu yalandan deyib qələt eləyir. Ömür boyu 10 manatlıq açıqı taxmaz, and ol Allaha. Amma zato bacın qızı görə necə daşıyır. Daşımaq. Elə bir Şakir abi. Ucuz da tabii, onu daşımaq söhbəti var. Həqiqətən də. Danışır özüsün arkadaşlar, yalan danışır, inanmayın. Ne? Başlayaq da yani bir saatdir buradayım. Neyse arkadaşlar, başlayaq lazeri, ondan sonra görüşelim. Kızlar, deməli, xalamla getdi, özümə lazım olan şeyləri aldım. Sizlərlə tam çəkə bilmədim çünki Çəkəsi deyildi. yəni mağazaya girmişdim. Mən də qadınlar anlayardı, nə mağazasına girmişdim. Aldım, yaşam lazerimi də olundum, qollarım hamısı yanıb, qızlar. İndi qara evdə mənim neftçilərə kimi yeridir. Yerimə ilə heç aram yoxdur. Amma yürüyüş eləyəcəksən də. Mən sevirəm. Ayağını rahat qalamış qabağıma gəlir. Sən öyrəşmirsən də, yetim, mən öyrəşməmişəm. Mən maşını saxlamışam qarajda, özüm peşkom gəldi. Başladı yenə bax. Hə, qəşən mənə kraska aldıq. İndi kraskamı bu seçdi. İndi o kraska mənim başımı, toyuq başı kimi qırmızı eləsin, səni görmək ayıram deyən. Qəzə baş alacam sənə. Qızlar, tünd rəng aldıq. Düzdür, qırmızıya çalan rəng deyil. Kariçniyə çalan rəngdir də. Kariçnivi tonlardadır. İndi gedək görək, boyayacam, görüm nətər olacaq. İnşallah yaxşı olar, saçım qırmızı olmaz. Amma qırmızı nətər? Tünd qırmızı deyiləm. Mənim saçım qırmızı olub, bəyənirəm o rəngi. Amma heç vaxt girmərəm də təzən o rəngə, çünki ondan çıxmaq çox çətindir. Prosta qızartılı, qırmızı da yox, mən səhv deyirəm cümləni. Qızartılıq verməsi, xına rəngi, hə. Yəni xına rəng, qızartılıq verim. Saçımın dibinə qızartılıq verməyini istəmirəm. İndi versə gör bundan qayıracam. Gəldim o kraskamın başına sürtəcəm. Ay Allah, öldüm. Deyir ki, mənə deyir, buradan burada deyir, qara evli neftçilərə mənə piyada yeridir. Valla mən hər gün yürüyüş edirəm. Masaja gedirəm Meri xanımın yanına. Yəni ki, səhər gelirəm, oradan qayıtdım, oturaq. Yəni, oturdu bununla getdik.
Mənim razmerim belə o. Motosikletə var. Arkadaş, ama geçen şeyler size gösterebilirdim. Geçen şey siz ne aldım kızlar? Koyayım ben de özümüzde. Bu evde zaten giyinsene böyle indi ekran önünde yok da ekrandan savayı. İndi evde zaten indi kadınlar rahat giyinir böyle sarafan zat kısa böyle ipli böyle burası zaten geçen küpürlü. Elə şeyler aldım. Bu seni göstermirəm daha sizə. Göstərsəm başlayacaqsınız ki özəliniz qalmayıb. Amma mən onu ekran önündə giyinmirəm də belə evdə zaten rahat özüm üçün kamera olmayan yerlərdə giyinirəm. Əslində o evdə giyinənlər də var. Vallahi Allah yeni video çəkənlər var. Prosta mənim kütləm üçün deyil də. Sən geyib çəkərsən. Zevk gəlir sənə. Hadi ərimdə. Qızlar, bacımız aldığı şeyi mütləq şəkildə sizə göstərməlidir də bilirsiniz. Gözləyin görüm. Hemencecik. Bir dənə belə, o bizləri göstərmirəm də. Bir dənə belə, qoyun belə tam odaqlayım göstərim. Bu renkdə kraska aldım. Bax, L'Oreal'ın 5.02-sidir. Saçımı fındıq rəng eləyəcək. Bir dənə belə qutqalısını aldım. Evdə rahat geyinməyə. Rahatdır da, burasının için şeyi var. Sıxmayacaq, tər verməyəcək bu formada. Bilmirəm nə qədər görürsünüz yoxsa yox. Görün nə gözəldir. Kızlar, belə baxın. Az bilmirəm nə qədər görürsünüz bilmirəm. Oxşunda belə bir şeydir. İçi qupqalıdır. Bir dənə də beləsini aldım. Baxın. Bu formada. Belə. Bunların bir sizə göstərə bilərəm deyə göstərirəm ha. Nətərdir? Uzunluğu da xeyli bu qadardır. Nəysə. Başqa şeylər də aldım. Onlar posta göstərməyəm deyil sizə. Hə, bir də saçlarımın yanıqlarına dedi ki, mütləq bunun qapağı yox idi, amma aldım da. Dedi bunu mütləq alın. Qapağı yoxdur deyə mənə satmadılar ha. Prosta dedi ki, saç uclarına vurursan, usatqadan qabaq saçları çox qəşəng eləyir. Bunu alın. İndi isə qızlar, gedirik bərabər saçıma sımqamı boşaldıram. Həmişə evdən çıxarım, mütləq özümə duxu qoyuram və gedib çimlərim çünki lazer olunmuşam. İndi isə gedim şey eləyim. Saçıma kraskanı hazırlayıb qoyacağım qızlar. Eynəyimi itirmişəm. Bilmirəm, mənim eynəyim hara yoxa çıxıb əsəbləşirəm. Evimdən nəyisə içəndə elə iki dəri oluram da bildiyiniz konkret olaraq. Yəni insan evindən nəsə içsin ki. Tapa da bilmirəm havalanıram arkadaşlar. Ya Alisa harasa soxub ya da ki mənim uşağımın günahı deyil. Harasa itib, bilmirəm. Neyse ki tapa bilmirəm, doğuşum. İndi kraskanı birlikte bacıyla hazırlayacağıq, qoyacağıq başıma. Qoy qaynımdan bir dənə Alisa'nı gətirsin, onu yedizdirim. Ondan sonra. Bunda saçlarıma dediğim kimi sıkıdacağım yandan sonra. İnşallah axırıncı kraska olar. Çünki o tündrə diblərindən bilirəm ki, çox çıxartmayacaq. Saçımın rənginə baxıb mənə düzgün qərar deyərsiniz. Gedək indi. Evdə işim yoxdur, hər bir işimi görmüşəm. Tacir də Baykan var əlində, hə var. Tacir də uzanıb bütün günü. Səvəcinə uşaq yoxdur evdə. Salamla izləyicilərimizə. Salam. Görsən sən havadan boş dayanmır. Hər dəqiqə. Bu nədir? Nə? Bu. Hə, şey gətirib ver onu. Kim? Tut görüm, aç görüm nə gətirib mənə. Tut. Ceyhun'a bilirsiniz də bizim geçen sefer Alisa onu açıksını kırmıştı. Ona açık verilmiştim. Yəqin ona görə gətirib. Uşaq görürsünüz. Uşaq da olsa şey qaldı. İçində nəsə məktublar var. Oxumamısan? Yoxsun. Salam gözəl bacı. Sən çox sevirəm. Tacir qaqaşı da. Alisi də sən mənə hədiyyə aldın. Çox sağ ol. Çox sevindim hədiyyəni. Mən də sənə öz əllərim ilə düzəltdiyim sabunu hədiyyə etmək istəyirəm. Ona öz sevgimi qatdım. İnşallah bəyənərsən. Can, az bəyənərsən nədir? Girirəm bu dəqiqə hamama çinməyə onu. Yəni görüm. Ne geçen kaplaştı. Alisa'nın en sevdiği. Bu Alisa'nın da. Bunu Alisa'ya vereceğim. Kız mən deyən görüm bunu üzmə dadıma vursam üzmə dadıma 8 at çıxmaz. Gözə baxın. Ne güzelliği var ay tacir. Ama elə bilən bunu daha qəşəng olar. Bunu birini verəcəm qayanıma. Qayanım sevir axı belə şeylər. Ceyhunənin öz səhifəsi də var Hayır, da. bunu yılap qəşəngdir. Bunu verəcəm anava, bu özümə qalsın. Ceyhunə, deməli, səhifəsi
Bay Nərgiz. Mütləq gedin sifariş edin qızlar, çox gözəldir. Bir balaca üzərində işləməlisən. Alice qapını döyür. Hə, gəl, bitdik. Bağlama kameranı, bir gəl. Az nədir, imkan verin, nədir? Ne qapı düyünür? Bu da. Alice. Alice dönüyorlar. Yeməklər günü alacağım mesela. Babasını o önünü yedi. Qapqara. Hələ dişimizə baxarmışam. Tuzun içindədir. Neredeyse şu yüzünde işte ben çıkamıyorum. Bütün çak sesine kulak asırım. Baba bura gel ben hoppanırım. Baba. Harda? Gün hardan çıxır? Ben de götürüm zırar aradan. Baba da zırar aradan. Su oynamaya. Aa, Ben de yazmıştım deftere. O deftere tutturum. Var yok ne hemen bir yazdım değil o defterine. hadi uşağı götür qucağıma. Ne diyorsun? Huy, bəxtəvər başıma. Gidin yazın. Aa, and ola Allaha. Səndən küsürəm ha mən. Küsürəm səndən Alice. Aa sen git Nuray Tanrı. Bundan sonra bir həftə nənə yoxdur sənə. Nə də baba yoxdur. Bence de ben 2 ayaklı 4 ayaklı. Yaxşı, yaxşı. Gördün məni qılyan. Ala buna nova hədiyyə verim. Mama. Bende de bir hafta bize Alice oldu. Gelmeyeyim ama sen oyuncaq alır. De gel. Al mollası balam benim. Biz gidelim babası biz gidelim. Size ağlatma da bu başın qatırım. Gözden ne kurbanız? Ağzı dağılmaz. Nenesi güzel saç yapmış. Mama al bu sabunu verəm sən cebimə. Gibəlləri uyarsın. Allah Hadi sen desin bu özüme qalsın. Aynen özün yorsan neyinler ne Allah'ın işte dersen. Allah'ın git ağzı. Bak cebinə nə gətirib balama katlar. Ama durun çıxın gedin də gedək süssə. Hara gidelim? Ağlamana görə deyirəm. Gözlərim də ana qurban. Gəl babi sən neyiniyəm maması. Ben yazmıştım ki 2 yaşdan sonra Alice gözele tepkileyecek ki babayla nene. Kadın defterini zırhlam. Siz onu parka da aparırsınız diyorsunuz. Evet, Alice verir beni. Allah'a güven lazım. Gidelim vallahi. biz gidelim yani. Ama dur gittim şu an. Sen tesettür ile ki o şarı sökükler, şar yıkılmıyordu. Şanı zakazla Onun yerini bilir, onun yerine geldi, oturdu orada ki bu şart olmalı ben onu sana veriyorum. Oğlum sen niye? Bu o ara her şey elətdirib biz qışqırıb edirik axı üstünə çox şey qoymuruq. Babası gidelim. Sizə Sağ ol Ali. Ben besliyorum. Sancırıyor. Sağ ol. Geçsin değil biz şarlarım katlarımızla oynayalım. Niye ne için oynayalım? Ben bu adam indi giremezsin için. Bu cibil dana kurban. Bu sen orada kukla getirip otur. Az gör. Bir de o kokusunu sosunu alsın yursa. Ne o salam kolorayı yursan nerede? Kokusunu zatla. Yo hindi gidisi. Bir dizi yatısı yok. Sən ata niyə gəlmədin? Niyə atanı maç eləmədin heç? Maç eləyirsən? Ne gözəldir. Deməli, çox saylı istəkləri nəzərə alaraq saçımın rəngini qəhvəyi rəng eləyəcəm. Həm tez-tez saçımın rəngini çox rəngləyirəm, zədələnməsin deyə. Həm də ki, gülləri çıxdıqca hər dəfə rəng qoyuram. Deməli, dəfəni tün rəng eləyim və bilirsiniz ki, bacımda tün rəngdə çox gözəl yaraşır. Deməli, mənə bütün rənglər yaraşır. Bir də qraskan qoya-qoya sizlərlə söhbət eləmək istəyirəm. Sabah qaynanamı biraz sevindirəcəm. İndi getdim özümə 2 dənə donaldım. Ürəyimdə qaldı ki, üstümdə plaz qaldı. Əslində onun üçün də alacaqdım. Özümə evdə geyinməyə, tutacaq çəkəndə rahat geyinməyə. Və sonradan ağlıma gəldi ki, orada baxdım axı bütün geyinlərə. Hər biri çox münasib qiymətədir və ucuzdur da, həddindən artıq ucuzdur. Dedim sabah aparım mamamı qəşəng ora, ona qəşəng sıfırdan paltar alıb. Şalvar istəyir, neçə vaxtı qəşəng əyninə yaraşan cins şalvar, biraz donları alım, evdə geyinməyə, çölə bayra geyinməyə. Oxşunda sabahları mamanın günüdür inşallah, mamanı aparacaq ora. Pisim olar. Rotlarımızın toyunda inşallah. Hə, bilirəm ki, hər bir qadın, heç bir qadın deyilməz ki, mən paltar alanda xoşbəxt olmuram. Bilirəm ki, hər bir qadın paltar alanda çox xoşbəxt olur. Allah bütün qadınlara arzu edirəm ki, hər birinə
Allah Taala yoldaşlarına ömür versin və iş güc qismət eləsin. Hər bir qadın mağazaya girəndə öz ürəyi istəyən şeyi ala bilsin, özünə yaraşanı ala bilsin. Mən ümumiyyətlə özümdən bilirəm, o şeyləri çox yaşamışam balaca vaxtımdan. Heç vaxt ürəyim istəyən qədər doyunca paltarım olmayıb da. Həmişə xalalarımın paltarlarını geyinmişəm. Düzdür, indi də biz bir-birimizdən eyni paltarları geyinirik. Amma şükür Allaha özümüzün imkanımız vardı, ala bilirik ürəyimiz istəyən bir şey. Yəni o hissimlə olduğumu yaşamış biri olaraq çox gözəl başa düşürəm və Allah Taala dediyim kimi bütün qadınlarımıza qismət eləsin. Hər biri öz ürəyi istəyən şeyləri özlərinə ala bilsin. Yoldaşları o qədər qazansın ki, mən ümumiyyətlə qadın mənim üçün həssas mövzudur. Özüm də qadın olduğum üçün mən ağılsız qadınlarımız var, çoxdur. Hədsiz çoxdur. Bir çoxdur, misal üçün, məni məsəl üçün qınayan qadınlar da var. Mən onları belə qınamıram. Çünki düşünürəm ki, hər qınavın arxasında o həyatı yaşaya bilməyən bir qadın var. Bu düşüncəm həmişə var olub da. Çünki mən özüm, qızlar, heç kimi qınamıram. Misal üçün, ayıb baxdığım şeylər var, pis baxdığım şeylər var. Amma heç vaxt heç kimi qınamamışam da. Çünki qınanılacaq bir durumda, o bir məsəl var, bir çöl özünə bax, sonra kimisə qına bir şey var və yaxud nə bilim, elə bir şey qına ki, sabahsı gününü yaşamayasan, onu eləməyəsən. Ona görə heç vaxt həyatımda heç bir qadını qınamamışam. Əksinə bütün qadınlara xoşbəxtlik arzu eləmişəm, arzulamışam ki, hər bir qadın xoşbəxt olsun. Çünki qadın həqiqətən də əziyyət çəkən bir varlıqdır. Yəni, istər ana olanda, istər övlad olanda hər iki tərəfdə qadın əziyyət çəkir. Öz elə valideynlərimizdən bildikdə, yəni uşaqlığımızdan, travmalarımızdan, hər şeydən. Yəni, misal üçün, hər bir qadın məncə xoşbəxtliyə layiqdir və istədiyi həyatı yaşamağa layiqdir. Hər bir də arzu edirəm. İzləyicilərimin içərisində olan hər bir kəsə arzu edirəm. İki özüm qarışıq. Bugünkü gün şükür Allaha, Allah mənə çox şükürlər edirəm. Bir mağazaya girirəm. Məsəl üçün, ikinci şeyi ala bilməsəm də həmişə birinci şeyi almağa ilk öndə yoldaşlarımın canı sağ olsun. Həmişə mənə dəstək olur. Yəni, mənim ağzımdan çıxan hər bir şeyi mənim üçün alır. Heç vaxt nədəsə gözüm qalmayıb. Yoldaşımdan qabaqda əslində işləmişəm özüm, öz istədiklərimi almışam. Şükür Allah, heç vaxt çətinlik çəkməmişəm. Balaca vaxt çətinlik çəkmişəm, deyim falan sadəsindən. Amma ondan sonra da elə ən başda olan elə yoldaşımdır. Bugünkü gün nə bəyənirəm, nə istəyirəm məni alır və hamımıza, hər bir qadına arzu edirəm elə həyat yoldaşı, elə bir ailə ki, heç kimdə gözünüz qalmasın, heç kimin nəyindəsə istifadə eləməyəsiniz, özünüzdə məxsus şeyləriniz olsun. Ümumiyyətlə, bütün xanımlarımız xoşbəxt olsun, inşallah. Çətinliyi mən də çox çəkmişəm. Evli həyatımda da çətinliklərim olub, qısdığım şeylər olub. Valla biz ailə quranda, əvvəlki evimizdə qalanda heç kim bilmir. Elə vaxtlarımız olub ki, günlərlə biz ət yeməmişik. Düzdür, ət belə böyük bir şey deyil, amma vallahi yeməmişik. 5 manatın üstünə qoymaq üçün. Siz qıraqdan baxırsınız, deyirsiniz, bəxtəvər gündə bir şey alır. Amma biz, yəni kütləmiz var deyə, sağ olsunlar. Biz onların tanıtımını edirikdir. Bir çox şey bizə, misal üçün, ödənişsiz gəlir. Misal üçün, adi mən 2 dənə əməliyyata gedirəm, qızlar bədən əməliyyatına. Mən ona pul verəsi olsaydım, misal üçün, mənim üçün vacib deyil, heç vaxt verməzdim. Yəni, bu dəqiqə, bu soxa-soxla mən 2000, 3000, 4000 aparıb əməliyyata pul verməyə mənə yaraşmazdı. Çünki hansı dilmə yaraşır, bacı, evim yox, eşiyim yox. Amma ödənişsiz gəldi, mən də getdim, girdim. Yəni, şans məndən yanaydı da, belə deyək də, getdim, sevə-sevə girdim. Amma ödənişlə olursaydı, Allah şahidimdir ki, heç vaxt girməzdim. Tacir mənə pul da versəydi ki, hər getdi, kompleksindən azad ol, yenə də girməzdim. Çünki mənim üçün vacibli bir şey deyildi də, o qədər də, yəni pul verəcək qədər kompleks eləmirdim. Sadəcə olaraq qurban olmalığa, Allah üzümə güldü, qismətim yəni elə gətirdi, belə yaradım, mən də girdim. Çoxlarımız yazırdı ki, misal üçün, ay, nə məcbur idi və evi yoxdur, əməliyyata girib bədən yıldırıb falan filan. Bu şans əminəm ki, o sözü yazanların hamısında olsaydı, əminəm ki, onlar da gedib girərdilər. Yəni, elə bir şans sizə düşsəydi, mənə o yazanları deyirəm, bilirəm ki, onlar da gedib girmək istəyərdilər. Çünki o elə bir şeydir ki, yəni kompleks var ki, gedib girirsən də, kompleks olmasa gedib girmərsən ki, özünü zəhərlən, öldürmərsən, narkozu bədənini alıb, əsəb, stres yaşamarsan deyə düşünürəm. Belə, yəni,
Məncə hər bir qadın geyimi çox sevir, gəzməyi, əylənməyi, çox sevir, hər bir qadına da arzulayıram. Və onlardan da biri mənim qaynanamdır. Qaynanam çox sevir geyim almağı, ümumiyyətlə shopping eləməyi çox sevir. Ona görə bir an özümü alanda ürəyimdə qaldı. Tacir evə girən kimi, mama gedən kimi dedim ki, Tacir, sabah istəyirəm mamanı aparım buna, qəşəng geyimlər alım. Dedi, hər gedib alarsan. Mamanın öz geyimlər alır özünə. Amma mənim almağım onu başqa cür sevindirir də, xoşuma gəlir. Mən onu həm mənim zövqümü də bəyənir. Həm də ki, indi balasıyam da, gəliniyəm, qızıyam. Gəlindən çox qızıyam, düzdür. Bizim heç vaxt aramızda qaynana gəlin münasibəti olmuyor. Yəni, davalarımız belə ana-bala arasında olan davalar kimi olur. Misal üçün, mənim öz anamla aramda olan davalar belə qaynanamla olur da, yəni normal olaraq. Mən öz anamla belə yola getmirəm. İlin hətta 8-9-u qırılıb ondan bir-birimizə. Yəni, normal qaynana gəlin arasında olan münasibət deyil də, sırf ana-bala münasibətimiz var. Və mən ona nəsə alanda çox sevinir və həqiqətən deyirəm, bilmirəm, mənim qaynanamın ürəyinin təmizliyinəndirmi, nədəndirmi. Bacı, mən onu nə vaxt nəsə eləmirəm, Tacir Allah iş yetirir, özünə nə demişəm abi. Yəni, həmişə onu bir şey alanda, bir şey eləyəndə, yəqin ki, içdən bizə dua eləyir də, bacı, anaların duası qəbul olur. İçdən bizə dua eləyir, duası qəbul olur. Həmin kimi Allah Tacirə iş yetirir, nə bilim, mənə iş yetirir, ya reklam götürürəm, ya nədənsə qazancım olur. Belə-belə yəni şeylərimiz olur. Ona görə qaynanam, o cəhətlərdən qaynanamın duaları yaxşıdır. Allah, qırırlar bir-birləri. Mənim uşağım hal-hazırda pasindən gizən-paç oynayır, qızlar. Bilmirəm, saçımın harasına qoyuram. Arxa hissələrini tam görmürəm deyə, qızlar. Amma inşallah ki, hər yerinə qoyuramdır. Biraz arxalar çətindir mənə. İndi axıda Taciri çağıracam, gəlsin, baxsın. Əslində Tacirə versədim, Tacir qəşəng qoyardı. Dostlar. Hə? Başıma kraska qoyuram, həyatım. Kraskanı niyə Alisa'ya tərk edəməsin deyə gətirmədim bura. Gəl bura. Mamaş? Nədir bir mən onun qucağından üstümə gəlmədim. Hamam görə, bunun ayaqlarını deyə yıxılar. Pisdir buranın iyisi, qaçdı. Kraskanın iyisi qaçdı həyatım. Opşun, gəl. Saçımın bir tünd rəng olacaq, tünd kaliçliyim, amma qəşəng rəng olacaq deyə ümid edirəm. Çünki mən həmişə evdə hansı kraskanı qoyuram, bacı, mənə xeyirli gəlir. Yəni, uğurlu gəlir, pis rəngi alınmır. Həmişə belə olur, ilk kraskanı deyil. Bundan qabaqdakını qoyanda yadınıza salın, genişdir, gözəl bacı, saçımın rəngi super olur. İndi bu nömrəni də çox sevə-sevə aldım. Çox tünd deyil, kaliçli bir rəngdir. Əslində qızartı verə bilər. Çünki xalam dedi ki, qızartı verməyəcək, amma demişəm qızartı versin. Mən bir yax qızartı sözündən qırmızılığı səhv saldım. Çünki mən sizin söz lazımlığını bilirəm də, sonra deyəcəksiniz ki, falan kəsə, bəhmən kəsə söz atır, xeyr. Mənim öz saçım da qırmızı rəng olduğu vaxtlar olur. Sevə-sevə də eləmişəm, çox da bəyənirəm o rəngi. Prosta indi bir elə qələt eləyərəm, bacı. Çünki mən qırmızı rəngi keçəndə, onu sonra zülmlə açdım. Vallahi, nə zülmlə açdım, yadımdan çıxmaz heç vaxt. Allah, haqqı bir dənə çətindir, o qırmızı rəngi açmaq, Allah. Saçları zədələnir, yanır, nə günə qalır da. Tacir. Ay Tacir. Mənə bir dənə qulaq çöpü gətirə bilərsən? Mənə bir dənə qulaq çöpü gətirə bilərsən? Qızlar, saçlarımı qaşlarıma da qoymaq istəyirəm, ona görə qulaq çöpü istəyirəm. Bilmirəm, arxasında qalıb, yoxsa qalmır. O Tacir gəlsin, baxsın. Mən belə bilməyəcəm, ay qızlar. Əslində qalanını əlimlə eləyib, həmişə belə eləyirdim də. Bilən saçın arxasına baxa bilərsən, qalmayıb arxasında. Hər yer olmuş. Dəqiq. Valla bu gözəl. Ver. Bir dənə bir həyatım. Sağ ol. Nəysə qızlar, Tacir dedi ki, qalmayıb. İnşallah ki, qalmayıb həqiqətən də. Saçımı açdırmışdım da mən yadımızdan. Yenə tündləşdirdim deyəcəksiniz, amma
Heç nə olmaz, olsun. Mənə bacı açıq renk yaramır. Tökdüm kraskaya yerə. Niyə yaramır? Çünki saçımı yandırıram. Firuz, baxmaza da gedirəm. Ona görə elə ən salamatı mənim üçün şey. Nədə onadır? O bunu beşək qoyun başımın arxalarına. Hər yerə olsun. Tacın nə qədər desə də ol. Mən rahat eləyir. Bilirəm, buralara tam qoymamışam. Siz görürsünüz də qızlar, oradan qoymuşam sizə ola. Baxın deyil mənə. Bilmirəm nə qədər görürsünüz, ama başıma bildiğiniz dibini yandırdı. Bax uçlarına. Bax buralardan içləri qala bilər. Tacirələ var, yalandan deyər ki, hə qoymuşam. Qoymuşam az buralarına, görürsünüz. Görürsünüz də güya nə qayıracaq sizi. Videonu sağ paylaşacağım. Bu kraska mənim başımda olacaq. Valla siz də qınamıram. Yəni görüb yazsaq belə mənim günahım, sizin günahınız deyil. O mənim günahım olmuş sayılır. Ama saçımın rəngi ilə bilirəm qəşəng oldu qızlar. Məğlum olmayın. Buradan azdan çoxdan görürəm. Burada bir də bilirsiniz də sarı saçda saç uzanmır. Onu bilənlər varsa aramızda mənə mütləq yazsın. Mən çünki bilirəm ki, sarı saçda saç uzanmır. Bazı. Çünki sarı saçda tez qırılır saç. Tez dönür. Az bilmirəm, qoydum qoymadım hər yerinə. Axı da, neyse. Bu biraz tutmalıdır. Seraplı. İnşallah ki qoymuşam. Əsas buralardır bax. Qoymuşam bacı buralarına. Əslində videonu dayandırıb baxa bilərəm. Qoymuşam yoxsa qoymamışam. Yoxsa yenə də sizə inanaraq, sizə güvənərək bir yola çıxdım. Neyse bacılar. İnşallah ki tutar. Övladlarınızın toyunda inşallah. Tutar məncə, hə? Hər yerinə qoydum da tutar. Məncə tutar. Tutsa da tutmasa da gözəlici qoyun sənə xeyir yoxdur. Nunuş! Ne olar, mənə dərdələr sabitka verdə başla dönərəm. Bacılar, şu an tacir bezdirmiş ola bilərəm. Qaşlarıma da qoymaq istəyirəm. Geçen renkte. Kaşlarımı açtırmıştım ama bilirsiniz de. Ona göre tezden tündəşdirirəm. Saçımın renginden eyni olsun diye. Ahmet eləyəsənmiş. Nə istəyirsən mi? Ne Safetka hayatım? Kızlar vallahi kim ne diye desin. Ben bu işin ustasıyım. Yani ne zaman saçıma renk koymuşam həmişə profesyonel çıxıb. Heç vaxt məni yanıltmayın. Həmişə yarılmışam, yəni qəşəng çıxıb. Biraz batdı buralarım, qabaq hissələrim. Ama heç nə olmaz, içi bol. Söz o da tutsun. Teşekkür ederim. Biraz buralarımı sileyim. İndi yuyup sizlerle bölüşeceğim. Hiç yerim batmadı ama. Hiç yerim deyəndə, yani saçımı kulağımın dalıncadan batırmadım diye düşünürəm. Yoksa batırmışım az. Batırmadım. Saçımın dipləri da dipləri normaldır. Buralara çünkü buralar aslında kraskayla bir şeyle düzeltebilirim. Şutkayla. Yok az diplər batıb buralara ləğv eləməliyəm. Yəni silməliyəm. Sıxıldı da kişi kimi.
Sıxıldınız, düzün deyin. Sıxıldınızsa bilməm nə edirsiniz, atırsınız videonu qalağa, siz bilirsiniz nəsiniz. Neyse, qaşlarımı da axırda silərəm. Qıbrəs tündəsin. Qaşlarım qəşəng tündəsin. Kakaz tüklərini ağartmışdım. İşte arkadaşlar, ben şekil, önümden şekil. İnşallah ki nəticəsindən razı qalaram. Sizlərlə də sevə bölüşəm. Mən tüylər yaraşır. Allahım, adam Allahı var. Həqiqətən də yaraşır bizlər. Bundan sonra ilk tək işim saçlarıma doyunca baxım eləməkdir. İndi qablarımı yuyum, gedim. Pış, təriş öyrəndin aşkım. Şu. Kaldır. Pul gördü axı orada. Kaldır. Hara kaldırım? Özün qalx. Qalx. Mama kömək edir. Qalx. Hadi qalx. Hoppa. Gedək çiməyə kızım. Gedək çiməyə senin pupuşunu yesin mama. Deməli saçlarımı yudum. İndi ışıqda elə bilirəm daha qəşəng görsənər. Baxın, belə bir şey oldu. Düzdür, tam istədiyim kimi tünd olmadı. Çünki mən bilirsiniz nə rəng istirdim? Şokolad rəngi istirdim. Amma dibləri əməlli başlı tündləşdi. Öz saçım çıxanda özü bilinməyəcək. Ümid eləyirəm ki, bilinməz. Ucları isə belə işıqla diblərindən də əslində o rəng olub. Belə bir şey oldu. Necə də amma düzünü deyin, xahiş edirəm qızlar. Qaşlarımla da elə bilirəm daha uyumlu oldu. Yaraşdım, yaraşmadım. İndi onu siz bacınıza yorumlarda yazacaqsınız.